deyəndə açığı biraz da inandırıcıdır. Deyir 5 dəqiqə zəng gəlir. 5 dəqiqə mənim yenə iş nömrəmə zəng gəldi, rus nömrəmə. Elə olan halda bu deyir, bax, deyir, indi Rəqsanə xanım yığır, mən də götürdüm. Götürəndə avtoatvetçik, sağ ol Şahin, sən ola hədiyyə atma. Avtoatvetçik şey eləyir, rusca danışır ki, 4 rəqəmi deyin, indi filan şeyə basın, filan. Mən ad boy verdim, gördüm ki, bu maşenniklikdir, bu kimdirsə. Mən, o bir də başladı yazmağa ki, siz niyə rəqəmlər demirsiniz? Belə bir şey deyir. Yazır ora. İndi nömrəni deyəcəm mən sizə. O görün bu telefon hamı. Telefon zərifqadadır. Nəysə o nömrəni də mən hamısını Rəqsanə xanıma göndərdim. Zaten deməli o nömrə qeydiyyatdan keçib bu adla. Anası Dubaya gedən filan kəs, nə bilim, Fəsmən kəs. Bax belə hamını alladıb deyə dostlar. Bunun daha adını 56 nəfər pis şeylər yazıb. Deməli, Gəncədə Hüseyin adında adamdır, maşennikdir. Gəncədə Hüseyin Gəncəli adı ilə də ən çox keçdiyi odur. Sonra belə, orada elə bir dənə də adı var idi, Nazilə Vəfa. Gülmək tutub məni, deyirəm Nazilə Pırçom, Vəfa Pırçom, bilmirəm. Bax, belə də adı var. Mən hamısını göndərdim zaten Rəqsanə xanıma. Hansı adlarla da qeydiyyatdan keçirib o. Adı ona qənim olsun. Sonra atdı məni bloka, baxdı, gördü ki, bu xına o xınadan deyil. Ayıq olun. Bu yaxından da bir də görürəm Şəhanə xanımın şəklini qoyublar. Adını da yazıb Şəhanə. Mənə yazır, salam Afa. Mən də yazdım salam, özü də şəxsi nömrəmə. Bəs Şəbnəmin oğlunun ad günüdür. Üstümdə pul yoxdur, nə olar? 300 manat təcili at, 200 də özümdə var. 500 manata bir hədiyyə alım. Mən axşam evə gedəndə sənə pul göndərərəm də. Açığı inandım. Mən də dedim, ay qız, elə səndən işim var, telefonu götür görüm. Yesi bastım ki, buna zəng eləyim. Bu mənə ad boy verdi. İndi deyir, yanımda adam var. Dedim, adam var, bir dənə sənin səsini eşitdim. Sən danışma dedim, mən sənə söz deyəcəm. Sən danet elə də. Mən yenə yığdım bunu. Bu yenə ad boy elədi. Dedim, başa düşmədim. Sən niyə mənə ad boy verirsən? Yazdı ki, yanımda adamlar var. Dedim, az olsun, bu sir zad deyil ki, danışığımız. Sənə bir dənə söz... Mən dəqiq inanıram ki, bu Şəhanədir. Təsəvvür edin, məni kimi adam inanıram. Həm şəxsi nömrəm, həm Şəhanənin şəkili qoyulub, həm də ad kimi Şəhanə. Bir də yazdım buna ki, sən məndə bu nömrən yox idi də. Bu nömrəni təzə almışam, bunu qeyd eləyim. Yazdı ki, hə, məndə də get kontakt yoxdur. Dedim, bunu qeyd eləyim, dedi, hə. Dedim, sən mənə alo deməsən, mən sənə pul göndərməyəcəm. Deyəndə, bu dedi ki, mən səndən axşam rahat danışacağım, bacı, nə olar, hədiyyələrin yanında qal. Günüdür Şəbnəm Tovuzlunun oğlunun. Mən ona hədiyyə alıram. Vallahi yenə inanıram. Dedim, açıq mənim Azərbaycan kartım var, kartımda pul yoxdur. Yəni, nəyə saxlayayım ki, mən Azərbaycan kartı ilə heç nə almıram ki. Mən görüm orada kimə deyirəm bu dəqiqə. Amma dedim, sən mənə alo deməlisən. Mən sənin nömrəni yazacağım da indi. Bu mənə alo deməyəndə yadıma düşdü ki, bizim bir müğənni o gün danışırdı. Ondan bir neçə vaxt əvvəl ki, məni allatdılar. Neçə 100 manatımı aldılar. Yazdım buna ki, sən maşenniksən. Ondan sonra tez məni atdı bloka. O nömrəni də ictimailəşdirmişdim. Belə maşenniklər baş götürüb çoxalır. Bunların hamısında ayıq olun dostlar. Heç vaxtı şübhələndiyiniz parol gəlir. Niyə müsafirə qoşulmaq? Nə daha Şahin bəy? Qoşulma olmur. O nə deməkdir? Heç bilmirəm.